Həmkarlar İttifaqının mərkəzləşdirilmiş bir sistemi yaradılmışdır bu il və bu sistem vasitəsilə vətəndaşların sanatoriyalara yollayışları təmin edilir. Qeydlər isə zənglər vasitəsilə alınır. Dəfələrlə zəng edirəm, bu mərkəzə düşə bilmirəm. Düşdükdə isə istəyimə uyğun sanatoriyanı təklif etmirlər, otaqları təklif etmirlər, vaxtı təyin etmirlər və düşünürəm ki, öncəki illər daha əlçatan idi. Dövlət işində işləyən bir neçə vətəndaşdan APA TV-nin qaynar xəttinə şikayət daxil olub. Şikayət Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındandır. Kimliklərinin naməlum qalmasını istəyən vətəndaşlar haqlarının tapdalandığını iddia edirlər. Şikayətçilər bildirirlər ki, yollayışlarla bağlı ciddi problemlər yaşayırlar. Həmkarlar İttifaqları Konfederasiyası ilə telefon vasitəsilə əlaqə yaradan vətəndaşların əksəriyyəti ya istədikləri yeri ala bilmirlər, ya da təklif edilən yerlər razılaşmalı olurlar. Hətta yollayışların əl altından satıldığını iddia edənlər də var. Mənim Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına şikayətim var. Bu illəri sistemləşdiriblər. Deməli, orada 4 nömrə var. Nə vaxt zəng vururlar, yəni o nömrələrə düşmək qeyri-mümkündür. Düşəndə də ki, məsəl üçün, mən rezerv eləyirəm ayın 3-ünə, üstündən bir həftə keçəndən sonra geri dönüş edirlər ki, xanım, bəs ayın 3-ünə yoxdur. Halbuki mən bron elətdirmişəm. Mən belə düşünürəm ki, bunlar altdan satırlar bu putyovkaları. Bizim haqqımızdır. Mən 30 ildir işləyirəm. Hər ay mənim əmək haqqımdan tutulur. Deməli, Həmkarlar İttifaqına 1% tutulur. Bizim haqqımızdır. Haqqımızı da tələb etməliyik. Bu şikayətləri biraz araşdırdıqdan sonra sosial şəbəkədə də bir çoxlarının bənzər problemlərdən şikayətləndiklərini müşahidə etdik. Məsələ ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus 4 nömrəyə zəng vursaq da heç biri ilə əlaqə saxlamaq mümkün olmadı. Yollandıq aidiyyatı quruma, lakin telefon zənglərimizə cavab vermədikləri kimi kamera qarşısına da hazırlıqsız çıxa bilmədilər. 4 günlük götür-qoydan sonra sorğumuza çox rəsmi və ənənəvi bir cavab verildi. Stat, yollayışlarla bağlı müraciətlər mərkəzləşmiş qaydada Kurort Turizm İnformasiya Mərkəzində qəbul edilir. Yollayışlar artıq vətəndaşlara elektron formatda təqdim edilir. Müraciətlər telefon vasitəsilə QR kodla qeydiyyatdan keçərək və ya canlı müraciət etməklə qəbul edilir. Müraciət etmək üçün 012 492 50 10, 012 492 53 73 telefon nömrələri ilə əlaqə saxlamaq, canlı müraciət üçün İçəri şəhər Sabir küçəsi 7 ünvanında yerləşən mərkəzimizə yaxınlaşmağı tövsiyə edirik. Yaxın günlərdə Elektron Azərbaycan Həmkarları İttifaqları Konfederasiyası tətbiqimiz də aktiv olacaq. Bugünə qədər 19 mindən artıq müraciət qeydiyyata alınıb, bu da ötən illərdən 2 dəfə artıqdır. Müraciət qəbul edildiyi tarixdən vətəndaşa 10 gün müddətində təsdiq və ya imtina haqqında məlumat verilir. Təsdiq edildikdə 7 iş gün ərzində ödəniş rekvizitləri təqdim edilir. Nəticədə yollayışın əldə edilməsi üçün 15 iş günü tələb olunur. Vətəndaş tərəfindən seçilən istirahət mərkəzi ilə müqavilə və ya arzu olunan tarix üzrə boş yer mövcud olmadığı halda alternativ təkliflər edilir. Vətəndaş seçim eləyərək ya təsdiq ya da imtina edə bilər. Üzvlərimiz qismən ödənişli yollayış almaq üçün növbəlilik prinsipinə uyğun olaraq ildə bir dəfə müraciət edə bilərlər. Statın sonu. Çoxsaylı narazılıqlara görə məsələnin hüquqi tərəflərini də araşdırdıq. Hüquqşünas Ramil Süleymanov bildirir ki, vətəndaşlar bu hallarla qarşılaşdıqda əvvəlcə məsələ ciddi şəkildə araşdırılmalıdır. Həmkarlar İttifaqına ödənişlər olunur və bu ödənişlərin də təyinatı işçilərə müəyyən güzəştli əsaslarla istirahət mərkəzlərinə, o cümlədən müalicə müəssisələrinə göndərişlərin verilməsidir. Müəyyən olunsa ki, işçiyə bununla bağlı ona görə göndərişlər verilmir, çünki artıq göndərişlər göndərilib və s. artıq kimlərsə tərəfindən, hansısa müəssisələr tərəfindən alınıbdır. Bununla bağlı artıq həmin Həmkarlar İttifaqı təşkilatına sorğu verilməlidir, narazılıq bildirilməlidir. Hətta tələb olunarsa, orada hər hansı bir korrupsiya və digər bu qəbildən olan rüşvət xarakterli davranışların
olma ehtimalı olarsa, əlbəttə ki, bununla bağlı aidiyyatı üzrə hüquq mühafizə orqanlarına, hətta baş prokurorluğa bununla bağlı müraciət olunmalıdır. Hüquqşünas həmçinin bildirir ki, əgər bununla bağlı hər hansısa qanuna zidd əməllər aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq maddəsinə uyğun olaraq cinayət işi başlanılıb və zərər çəkmiş şəxslərin dairəsi müəyyən olunmaqla həmin şəxslərə həmin zərərlərin ödənilməsi təmin olunmalıdır. Nərminə Kamalova, APA TV.